Tez-tez gəlirlər, deyir ki, ayrılırıq. Deyirəm, niyə? Deyir ki, düz gəlmədik biz bir-birimizə. Bu insan başa düşsə ki, həyat Allahın hədiyyəsidir, Allah'a hörmətsiz eləyib bu sözü deməz. Allahın hədiyyəsi o ziddiyyətlərdir. Ata-ananı seçirsən, deyə bilərsən, anamdan ayrılıram, analığından imtina edirəm. Niyə üçün? Düz gəlmədi xasiyyətimiz. O sənin öz seçimin deyil. Həyat yoldaşının da seçimi təxminən belədir. O qədər talağı qadağan edir ki, boşanmanı. Deyir da istisna hallardan qeyri sən ailəvi dağıtma. Bəs filan nöqsanlar, filan ilə məqsəd budur ki, Allah deyir, bu ömrü, bax, bütün bu problemləri ilə sənə mən hədiyyə eləmişəm. Əgər mənə hörmət göstərirsənsə, həyat yoldaşı da bütün nöqsanları ilə qəbul eləməlisən. Onu dəyərləndirməlisən. İrfanın mənası budur, irfanı həyat tərzinin mənası.